Salam, bu videoda səhifə 86-da olan ilkin yoxlama hissəsinə baxırıq. Əgər izahların doğru olmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Baxaq birinci suala. Dairəvi diaqramda bir binadakı mənzillər haqqında məlumat verilmişdir. Binada cəmi 40 mənzil olduğunu bilərək suallara cavab verin. A variantındakı sualda deyir ki, neçə otaqlı mənzillərin sayı ən çoxdur. Gəlin bir-bir otaqlı mənzillərin saylarını tapaq. Nə etməliyik? Gəlin birinci diaqrama baxaq. Binadakı mənzillər. Bir otaqlı binaların mənzillərin sayı 1/10, 2 otaqlıların 1/3, 3 otaqlı 5/2 və 4 otaqlıların da 5/1-dir sayları. 40-ı bu kəsirlərə vurub mənzillərin sayını tapırıq. Gəlin bir otaqlını tapaq. Bir otaqlı. 40-ı vururuq 1/ə. 10 ilə 40 ixtisar gedir, 4 qalır, 4 vurulsun 1, 4. Bir otaqlı mənzillərin sayı oldu 4. 2 otaqlı. 40 vurulsun. 2 otaqlar isə 3 hissəsini təşkil edir. 10 ilə 40 ixtisar gedir, qalır 4. 4 vurulsun. 3 də 12. 2 otaqlı mənzillərin sayı isə olur 12. 3 otaqlı. 40 vurulsun. 5-də 2 hissəsini təşkil edir. Vurulsun 5-də 2. 5 ilə 40 ixtisar olunur. Burada qalır 8. 8 vurulsun 2 də 16. 3 otaqlı mənzillərin sayı da 16-dır. Digər üçünü tapdıqda dördüncüsünü tapmaq üçün 40-dan bunların cəmini də çıxa bilərik. Yenə də ümumi mənzillərin sayını kəsirə vurub tapa da bilərik. Gəlin kəsirə vurub tapaq. 40 vurulsun. Necədir? 5-də 1 hissəsini təşkil edir. 5 ilə 40 yenə də ixtisar gedir. Qalır 8. 8 vurulsun 1 də olur 8. 4 otaqlı mənzillərin sayı da olur 8. Neçə otaqlı mənzillərin sayı ən çoxdur? 3 otaqlı mənzillərin sayı ən çoxdur. Amma bunu sayıları tapmadan da cavablamaq olardı. Nəyə görə? Diaqramda ən böyük hissəni 3 otaqlı mənzillərin olduğu hissə təşkil edir. Yəni, buraya yazaq 3 otaqlı. B variantındakı sualda deyir ki, 2 otaqlı mənzillərin sayı 1 otaqlı mənzillərin sayından nə qədər çoxdur? 2 otaqların sayı 12, 1 otaqların sayı 4-dür. 12 çıxılsın 4 də olur 8. Cavabımız olur 8. C variantındakı sualda 4 otaqlı mənzillərin 4-də 1 hissəsi satılıbsa, satılmayan neçə 4 otaqlı mənzil qalıb? Bunu iki üsulla tapmaq olar. Əgər 4 otaqlı mənzillərin 4-də 1 hissəsi satılıbsa, satılmayan nə qədər hissəsi qalır? 1-dən 4-də 1 çıxırıq. Satılmayan da 4-də 3 hissəsi qalıb. 4 otaqlı mənzillərin sayını da, yəni 8-i də 4-də 3-ə vururuq. 4-də 3 hissəsini tapırıq. Və satılmayan mənzillərin sayını beləliklə tapmış oluruq. Və yaxud da ki, satılan mənzillərin sayını, yəni onun 4-də 1 hissəsini tapırıq. Daha sonra da ümumi mənzil sayından çıxırıq. Gəlin biz 1-dən 4-də 1-i çıxaq. Cavab olur 4-də 3. 8-in də 4-də 3 hissəsini tapaq. 8 vurulsun 4-də 3. 4 ilə 8 ixtisar gedir, qalır 2. 2 vurulsun 3-də olur 6. Satılmayan 6 ədəd 4 otaqlı mənzilimiz qalır. Yəni cavab olur 6. Baxaq D variantındakı suala. Neçə mənzildə otaqların sayı 2-dən çoxdur? Əgər otaqların sayı 2-dən çoxdursa, hansı otaqlı mənzilləri nəzərdə tutur? 3 və 4. 3 otaqlı mənzillərin sayı 16, 4 otaqların isə 8-dir. Bunları da toplayırıq. 16 üzərinə gəlsin 8. D variantımızın da cavabı olur 24. Baxaq ikinci suala. Xətti diaqramda 6 il ərzində fabrikdə neçə cüt ayaqqabı istehsal olunduğu barədə məlumat verilib. A variantındakı sualda soruşur ki, hansı ildə ən az sayda ayaqqabı istehsal edilmişdir? Diaqramda ən aşağı olan xəttə baxırıq. Hansı ilə təsadüf edir? 2021-ci ilə. 2021-ci ildə də nə qədər ayaqqabı satılıb? 26 ayaqqabı. Hansı ildə? 2021-ci ildə. Hansı illərdə eyni sayda ayaqqabı istehsal olunub? Gəlin diaqramda baxaq. Hansı 2019 və 2020? Başqa eyni il olan var? Yox. 2019 və 2020. 2022-ci ildə ayaqqabı istehsalı 2017-ci illə müqayisədə artıb yoxsa azalıb? Nə qədər? 2022-ci ildə satılan ayaqqabıların sayı nə qədərdir? 28. 2017-ci ildə isə 27-dir. Artıb nə qədər? 1 vahid. Artıb 1 vahid. 6 ildə fabrikdə cəmi neçə cüt ayaqqabı istehsal olunub? Hər ildə istehsal olunan ayaqqabıların sayını toplayırıq. 2017-də 27, 18-də 28,
19-da 29, 20-də də 29, 21-də 26, 22-də də 28. Gəlin hər birini toplayaq. Bura olur 54, 83, 112, 140 və 167. D variantında cavabı oldu 167. Baxaq 3-cü suala. Sütunlu diaqramda təsərrüfatda bir ildə tədarük edilən dənli bitkilər haqqında məlumat verilib. Məlumata əsasən suallara cavab verin. Hansı dənli bitki ən az tədarük edilib, neçə ton? Cədvəldən də məlum olduğu kimi ən az tədarük edilən hansıdır? Darıdır. Nə qədər? 10 ton tədarük edilib. Cavabımız olur darı 10 ton. Ən çox hansı dənli bitki tədarük edilib, neçə ton? Ən çox da yenə də cədvəldə verilib. Buğdadır 40 ton. Buğda 40 ton. Tədarük edilən buğda qarğıdaldan neçə ton çoxdur? Buğda neçə tondur? 40 tondur. Qarğıdal neçə tondur? 20 tondur. 40 çıxılsın 20-də cavabımız olur 20 ton. Təqribən neçə ton arpa tədarük edilib? Arpa da nə qədərdir? 30. Baxın, burada 30-dan bir qədər yuxarıdadır. Amma təqribən onsuz soruşur. Ona görə 30 ton yazırıq. Təsərrüfatda təqribən neçə ton dənli bitki tədarük edilmişdir? Yenə də təqribən soruşduğu üçün arpanı yazıram 30. Üzərinə gəlinsin buğda 40, darı 10, qarğıdalı isə 20. Bərabərdir 70, 80, o da olur 100. Cəmi 100 ton dənli bitki tədarük edilmişdir. Bugünlük bu qədər idi. Sağ olun.